Dövlətin güclü olması üçün onun ilk növbədə yaxşı silahlanmış, nizam-intizamlı ordusu və bu silahlardan istifadə edə bilən, vətəni sevən, hər an uğrunda ölməyə hazır olan əskərləri olmalıdır. Bugün bəzən hərbi xidmətdən yayınma hallarına rast gəlmək olur. Lakin gənclərimizin böyük əksəriyyəti vətəni hər zaman qorumağa hazırdır. Mən bugünkü gündə xoşbəxtəm ki, bugünkü gün mənə nəsib olubdur, mən əskərliyimə gedirəm. Bu bizim Azərbaycan evlatlarının hamısının borcudur. Bugünkü gündə gedib vətənimizi qorumaq, torpaqlarımızı qorumaq. Bir onu deyə bilərəm ki, hamımızın borcudur getmək. Əskərlikdən yayınanlara nə deyə bilərsən? Əskərlikdən yayınanlara onu deyə bilərəm ki, mən 99-cu ildə Türkiyədə olmuşam, İstanbulda. Orada buna yaxşı baxmırlar şəxsən. Şəxsən Türkiyədə əskərliyini geyib çəkib qayıtmayan oğlanlara qızlar getmirlər. Vətən borcumuzdur, hamının anasını, bacısını qorumaq üçün vətən borcumuzdur, geyib qoruyub çəkib gələcək. Vəssalam. Deyil sözümüzdür. Sən mən dostusan hamının? Bəli, dostuyam. Sən nə Mənim arzum odur ki, kişi kimi sırrı başını çəksin, kişi kimi qalsın. Allah atasının anasının gözünü aydın eləsin. Sağ ol. Günə-gün olsun ki, bunu nətər deməli, qardaşım böyük toyuna gəlir. 4 oğlum var, bir qızım var. Elə istəyərdim ki, oğlanlarımın hamısı əskər olsun. Elə gələndə də ay ulduz varsa ay ulduzla gəlsinlər. 2 uşaq yola salıram. Arzu eləyirəm ki, sağ-salamat gedib gəlsinlər. Biri də hələ 15 yaşındadır, onu da indi vaxtında yola salarıq. Göydə Allahımız yerdə torpağımızı qorumağa həmişə biz hazırıq. Mən 8 uşaq anasıyım, 60 yaşım. Ha vaxt desən, özüm də hazır olarım. Torpağıma qurban olurum. Nizami rayon hərbi komissarlığından aldığımız məlumata görə hərbidən yayınanların sayı olduqca azdır və çağırış artıqlaması ilə yerinə yetirilir. Mən ürəkdən çağırışçılarımıza arzu edərdim ki, hərbi hissəyə düşdüyü hərbi hissələrdə komandirlərinin sözlərinə qulaq assınlar, hərbi texnikanı və hərbi sürsətləri dəqiqliklə öyrənsinlər və işğal olmuş bütün torpaqlarımızı tezliklə azad eləsinlər, qələbə nəğməsi ilə öz evlərinə, öz ata-analarının yanına qayıtsınlar. Bugün orta və ali məktəblərdə hərbi hazırlıq məşqələlərinə böyük diqqət yetirilir və mən inanıram ki, bizim çağırışçılar hərbi xidmətə tam hazırdırlar. Polkovnik Leytinat İbrahimov belə dedi. İlqar Ağa Ətmiri Yunis Seyidzadə, Xəbər Plus.